Son günlerde Ağcabədi rayonunda asfalt problemləri cəmiyyətin gündəmindədir. Ay ərzində 2 dəfə qazıntı işlərinin aparılması yolların vəziyyətini bərbad günə salmışdır. Rayon icra nümayəndəsi Fikrət bəy və yol idarəsi rəhbərliyi vətəndaşların narahatlıqlarını aradan qaldırmaq üçün məsuliyyət daşıyır. Lakin asfaltın yenidən bərpa edilməməsi sual doğurur. Bir qulağınızı açıb eşidin, cənab prezident nələr deyir? Ona görə ya mən bölgələrə gedəndə çalışıram, vətəndaşlardan öyrənim, vəziyyətlə bağlı onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm, təftiş edirəm orada işləri. Ya da ki, bu ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan, deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edən dedim, hansı problem var? Hər şey əla. Ola bilməz axı belə. Ya özü bilmir, ya da ki, bunları örtbasdır eləmək istəyir, ya da ki, bilmirəm hansı məqsədi güdür. Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır. Və onlar bu tapşırığı yerinə yetirməlidirlər. Vətəndaşlar bu vəziyyətə son qoyulmasını tələb edərək, cənab prezidentimizin etimadını doğrultmaq və vətəndaşların rifahını təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsini gözləyirlər. İcra nümayəndələri cənab İlham Əliyevin vətəndaşların ehtiyacları üçün ayrılan vəsaitlərin doğru istifadə edilməsini təmin etməlidir. Vətəndaşlar keyfiyyətli infrastrukturun inkişafı ilə birgə daha yaxşı bir gələcək üçün birlikdə mübarizə aparmağa hazırdırlar. Asfalt örtüklərinin pisləşməsi yalnız şəhərin görünüşü deyil, eyni zamanda sürücülərin və piyadaların təhlükəsizliyini də təhdid edir. Bu səbəbdən müvafiq dövlət orqanlarının məsuliyyətli tədbirlər görməsi vacibdir. Şəhərimizdəki bu çətinliklərə qarşı yeni infrastruktur layihələrinin həyata keçirilməsi həm yerli iqtisadiyyata, həm də sosial rifaha müsbət təsir göstərə bilər. Sakinlərin rahatlığı, təhlükəsizliyi və həyat keyfiyyətinin artırılması üçün bu problemlərə ciddi yanaşılmalı, müasir standartlara uyğun yolların salınması istiqamətində addımlar atılmalıdır. Ümid edirik ki, müvafiq qurumlar bu məsələləri nəzərə alaraq Ağcabədinin asfalt problemlərini ədalətlə həll edəcəklər.